Ne yaxşı gəlmişsən bala. Bala bizi ne yaxşı torpağımıza gətirmişsən. Ayağımız torpağımıza dəyib. Allah səni 1000 yaşatsın, 100 yaşatsın. Üstümüzdən əksik eləməsin. Qaladərəsi sakinləri üçün bugün 2 qat bayramdır. Müstəqillik günündə öz doğma yurd yuvalarına qayıdırlar. 28 may Müstəqillik günündə Prezidentin Qarabağa səfəri nəyi simvolizə edir? Biz sözün əsl mənasında müstəqil dövlətik, çünki öz taleyimizi özümüz həll edirik. Bu günümüzə yenə şükür ki, belə gözəl mənzərəli təbiət talih bizə qismət elədi. Bunu yaşamaq dillə demək mümkün deyil. Gərək yaşayıb bunu görəsən. O ki bu ağır günlərimizdən bizi çıxardır, bizim başımızı uca eləyir, dilimizi uzun eləyir, bir rahat yerlərə yığır, özümüzü gəlib yoxlayır. Tabi biz buna minnətdarıq. Allah dəyməsin, dünya durdursan canı sağ olsun. Bəs suverenlik səfərinin quruculuq diplomatiyası dünyaya hansı mesajlar verir? ...2004-cü ildən icra olunan regionların inkişafı dövlət proqramları ölkə həyatında hansı dinamika yaradıb? Bugün bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil. 5 milyard manatdan çox vəsaitin nəzərə tutulduğu 2026-2030-cu illər kənd təsərrüfatı dövlət proqramı hansı transformasiyalara hesablanır? Yeni texnologiyalardan istifadə edilməlidir. O cümlədən süni intellekt, peyk imkanları, yerlərdə aparılan tədqiqat. Qarşıya qoyulan əsas hədəf məhsuldarlığı artırmaq və daxili istehsalı genişləndirməkdir. Həm aqroparklar, həm fermerlərə subsidiyaların verilməsi davam elətdiriləcək. Su sərfiyyatını azaltmaqla suya qənaət edirik, enerji sərfiyyatını azaldaraq enerjiyə qənaət edirik. Orta dəhlizin Zəngəzur arteriyası Pekindən Londona qədər geniş bir coğrafiyada hansı perspektivlər formalaşdırır? Cənubi Qafqazın yeni güc balansı formalaşır və bu prosesin mərkəzində artıq Zəngəzur dəhlizi dayanır. Saat 23:10 qatar Bakıdan Tbilisiyə yola düşür. Bakı-Tbilisi-Bakı sərnişin qatarının yenidən fəaliyyətə başlaması regionun logistika və turizm sektoruna nə kimi canlanma gətirəcək? Bəli, 6 illik fasilədən sonra artıq dünən axşam saatlarından Bakıdan yola düşən qatar Tbilisi Dəmir Yol Vağzalına gəlib çatdı. Uzun müddət, 6 il bu anı gözlədik. Pandemiyadan sonra bu bildiyiniz kimi ilk dəfədir. Bu reys Gürcüstan üçün çox vacibdir, çünki nəqliyyat əlaqələri bərpa olunur və reyslər hər gün həyata keçiriləcək. Səfər çox yüksək səviyyədə keçdi. Bizi oradan gözəl qarşıladılar, gözəl idi. Xidmətçilər yüksək səviyyədə idi. Çoxdan da qatar yoluna gəlməmişdi, ilk dəfə oldu. Amerika Birləşmiş Ştatları İran müharibəsi kritik nöqtədə. Diplomatik həll yoxsa yenidən geniş miqyaslı eskalasiya? İran hazırda tamamilə tükənmiş vəziyyətdə danışıqlar aparır. Zaman bizim xeyrimizə işləyir. Yaxın Şərq xəritəsini dəyişdirmənin son zirvəsi İranı ələ keçirməkdir. Rusiya-Ukrayna savaşı hansı fazaya daxil olur? Bütün cəbhə xətti boyunca hazırki vəziyyət və mövqe Ukraynanın xeyrinədir. Не бомбите и не бомбимы будете. Из народного послания к болотянам. Don't bomb and you will not be bombed in return. I thank you. Bu və digər sualların cavabı həftə verilişində. Украинский пострит любит русские поговорки. Я тоже позволю себе употребить одну, что это все выглядело как в русской поговорке «на варе и шаг горит».